Dostlar salam, bu dərsimizdə biz setuplar haqqında danışacağıq. Yəni hansı setupları biz almaq istəyirik, hansı zonlardan almaq istəyirik və məntiqi nədir? Bunları indi danışacağıq. Deməli, ilk alacağımız setup val va fade olacaq. Yəni value area high'dan yaxud da value area low'dan biz dəyərə qayıdış trade'ləri alacağıq. Bu bizim axtardığımız orta dəyərə qayıdış tipli bir strateji olacaq. Bazarın harca 80-70%-i balansda keçir, yəni bir trend olmur. Ona görə də bunların olma ehtimalı daha yüksəkdir. Və ən çox qarşılaşacağımız setup növü bu fade'lər olacaq, ekstremlərdən fade. Value area high nə idi? Dəyər sahəsinin yuxarı sərhəddi, value area low da, yəni 70%lik həcmin icra olunanın aşağı sərhəddi adlanır. Fade nə deməkdir? Bəs bu səviyyələrdə breakout cəhdinin əksinə trade etməlidir. Yəni qırılım gəlir, amma təkrardan qayıdır həmin zonaya və balansı trade eləyəcəyik. Val breakaway nədir? Bu da qırılmasıdır. Eyni şeyin tərsidir. Breakaway yəni qiymətin value area high'dan yuxarı və ya value area low'dan aşağı qəbullanması və dəyər zonasından uzaqlaşaraq hərəkətdə davam etməsi və bu trend hərəkətləridir. Yəni bu strateji adətən qiymətin mövcud trend istiqamətində davam edəcəyini və yeni bir trend başlayacağını gözlədiyimiz zaman olur. Yəni bu trendin gəlmə ehtimalını trade edirik burada əsasən. Fade'dən fərqli olaraq burada breakout'un əksinə yox, onun istiqamətində trade edirik. Məqsəd balansın imbalansa keçidini tutmaqdır. Yəni balansdan imbalansa keçidi, yəni bazar artıq həmin dəyəri tərk edir, yeni bir dəyər zonası axtarışına çıxacaq qiymət. Və qırılmış vahval səviyyələri artıq sonradan support resistance, yəni dəstə müqavimət kimi işləyəcək. Deməli, baxaq. Bu bizim hansı seansımızdır? Biz nə demişdik? Bir dənə cari profilimiz olacaq, orada biz trade edəcəyik. Cari profildən də geriyə doğru iki ardıcıl bitmiş profil bizim zonlarımızı çıxardacağımız profil olacaq. Bunu əvvəlki dərslərdən zaten bilirik. İndi gəlin, deyək ki, misal üçün başdan başlayalım. Yəni qiymətin başladığı yerdən buradan başlayaq. Birinci profil yanında, ikinci profil yanında. Bundan sonra yaranan seans bizim cari profilimiz olacaq. Deyək ki, hələ ki bura yaranmayıb, buralara yaranmayıb. Bizim hələ ki, biz buradayıq da hələ ki. Baxırıq görürük ki, nə var? Ən son iki dənə ardıcıl profil budur, bitmiş. Biri overnight profildir bu. Zonlarımızı çəkirik bu şəkildə. Overnight'ın value area high'dir bu. Daha sonra overnight'ın POC nöqtəsidir bu. Və overnight'ın value area low hissəsidir. İlk profilimizi zonalarını çıxartdıq, sonra keçirik növbəti bitmiş profilimizə. Bu da RTH seansıdır, yəni əvvəlki gün profili adlandırdığımız cash session profilidir. Previous daily va. Bunun zonasını çəkdik. Sonra POC'sini də çəkək. Qaldı value area low. Zonlarımızı çıxartdıqdan sonra artıq cari seansımız açılır. Baxın. İlk profil 18-də başladı, 9 Ağustosda qurtardı. 9 Ağustosda başladı, 16-da bitdi və yeni seansımız harda başlayır? Yeni overnight, cari overnight burada başlayır. 18:00-da başlayacaq. Buraya yazırıq 18:00 məsələn open. Bilirik ki, buradan cari seansımız başlayır və nə edib qiymət? Zonlarımız buradadır. Və bir şey də nəzərində çatdırın ki, biz valvatdan trade edəcəyik əsasən. Point of control tək başına deyil də, bu valvatla örtüşəndə indi irəli dəstədə görəsiniz onu, overlaplarda və s. O zaman, yəni tək başına mən istifadə etmirəm. Yəni özünüz də görəsiniz ki, çox vaxt qiymət
ən çox işləm gördüyü ədadi qiymət olduğu üçün buradan reaksiyanı uzun almır. Məsələn, gəlir yığılma verir buralarda. Daha çox kirli bir vəziyyət yaranır səsli küylü. Ona görə də istəmirik bunu. Ondan sonra ekstremlərdən shortlamaq, longlamaq daha məntiqlidir. İndi baxaq görək nə oldu. Zonalarımız bu şəkildədir. Qiymət o zonalara necə reaksiya verib. 18.00-da qiymət burada açıldı. Dəyər zonasının xaricində, balansın xaricində açıldı. Biraz hərəkət elədi və sərt bir şəkildə balansa geri qayıtmağa başladı. Gəldi nə elədi? Əvvəlki gün RTS POS-dən bir reaksiya aldı burada. 1-2-3 dənə reaksiya aldı və sonra baxın value area high gəlir. Breakout falan verir burada. Görürsünüz? Qırılım fason bir şey verir və risk qayıdır təzədən balansın içinə. Bizim məsələn short axtara biləcəyimiz zonalardan biri də baxın bu hissələrdir. Value area high-dan biz short axtaracağıq. Daha sonra overnight-ında burada görürük ki value area high qırılıb yuxarıdadır, dəflərin üstündədir. Neyib burada? Gəlib məsələn overnight-a dəyib breakout falan verib burada, sonra içəriyə doğru belə bir yüksəliş baş verib təkrardan vaha doğru. Məsələn buradan bu işlem fade işləmidir. Niyə? Çünki altdan yuxarı vaha gəlir. Bu isə qırılmış vaha yuxarıdan gəlir value area-ya. Bu da nə işləmidir? Breakout işləmidir, breakaway. Məsələn buradan long alasınız artıq. İndi təsdiqlərimiz olacaq. Long varsa yoxsa yox. Bəlkə də bura kesilib gedəcək aşağı. Sonra short axtaracağımız növbəti zona təkrardan buradır. Breakout gəlir, sonra təkrar qayıdır içəriyə. Bura olacaq short zonalarımızdan biri. Niyə? Çünki balans içindəyik bugünün. Balansa qayıtmışıq. Birinci short işləmi məsələn burada verdi fürsəti, təkrar qayıtdı. İkinci short fürsətini burada verdi bizə aşağıya doğru, balansın digər ucuna doğru. Məsələn bura gələndə biz long əməliyyatlar axtara bilərik. Bura bizim long baxacağımız areadır. Və val fade zonasıdır bura. Balansa doğru qayıtma ehtimalını burada axtaracağıq. Daha sonra overnight-ın POS nöqtəsi tək başınadır. Burada heç bir şey axtarmırıq. Bir də aşağıda məsələn qiymət aşağı gedir hələ ki. Val nöqtəmiz var. Orada qiymət gəlib çatmır heç burada gördüyünüz kimi. İzləyirik, görək başqa nə olubdu. Baxın. Bu RTS seansının dəyər zonası bu hissədir də. Buranın kənarlarında trade fürsətləri axtarırıq. Sonra bir dəfə qırıldı mı aşağı? Qırılandan sonra düşünürük nə olacaq? Gəlib ya buradan retest verəcək. Bura retest. Yəni aşağı doğru gedəcək. Yaxud da təkrardan balansa qayıdacaq. Burada nə edir? Qırır içəriyə. Gəlir təkrardan short zonamıza baxın burada. Görürsünüz. Və pullback verir, geri çəkilmə verir. Dəyərin içinə girdiyi üçün dəyərin aşağı səviyyəsinə baxın, bu hissə balansın yuxarısından shortlar gəlir, aşağısında longlar. Təkrardan retest verir ora və buradan long areaya gəlir. Və sonra təkrardan qayıdır short araya və buradan fail olur. Və həmişə trade açarkən biz öncəliyimizi ən son yaranmış profilə verəcəyik. İkisi də önəmlidir. Sadəcə olaraq
həm RTH olduğu üçün bu cache session'ın zonları overnight-dan daha güclüdür. Həm də ki, ən sonuncu olan budur deyə bunun zonlarının işləmə ehtimalı nisbətən daha yüksək olur. Bunu nəzərinizdə saxlayın. Belə hələ ki, zonlarımız bu şəkildədir. Sonra təkrar gəlir. Qiymət burada baxın. Buranı qırandan sonra geri çəkilir hara? Baxın, həm previous daily value area high, həm POC, həm də ki bu vah nöqtələrini baxın, hamısını qırıb yuxarı axı. Bir ora retest atır, ondan sonra yuxarı gedir. Amma burada breakout yoxdur, fitillə qalır. Daha sonra burada yoxlanılmamış bir səviyyəmiz var idi. Məsələn, bir səviyyənin ilk retestləri ilk dəfə gələndə onun işləmə ehtimalı dəfələrlə işləmiş zonadan daha yüksək ehtimallı olur. Məsələn, burada ilk hərəkətləri idi toxunmasının, amma daha sonra görürsünüz ki, oranı artıq çox hərəkət eləyəndən sonra həmin zonaya respekt eləmir, hörmət eləmir. Baxın, yoxlanılmamış bir səviyyəmiz var idi aşağıda. Gəlir qiymət vaxt keçirdikdən sonra ilk dəfə gələndə oradan bir reaksiya alır. Görürsünüz. Bura bizim long arayamızdır. Yəni zonalardan reaksiyalar görürsünüz. Yəni qiymət demək olar ki, bu zonalara həmişə bir reaksiya verir. Bu zonaları yavan qrafikdə görmək mümkün deyil. Yəni həcm profili olmadan bunları bilmirsiniz ki, bura nədir? Qiymət niyə buradan reaksiya alır? Bura gələndə niyə reaksiya alır? Ən azından shortdasınızsa, belə bir zona varsa, burada artıq kar almalısınız ən azından ki, buradan bir yüksəliş baş verə bilər. Və deyək ki, gəldi qutardı 9.30 kimi cari profilimiz burada bitdi. Bu bitəndən sonra nə edirik? Bunun artıq özü olur sonuncu bitmiş profilimiz. Sonuncu bitmiş profilimiz olduğu üçün buna bir nə edirik? Profil çəkirik. 18.00-dan 9.30-a qədər. Bu isə bizim artıq son overnight profilimiz olduğu üçün əvvəlki overnight'ı silirəm. Çünki niyə? Bu zonalarını silirəm. Çünki artıq hansı cari profildə isə ondan əvvələ ardıcıl 2 profili götürürük zona çıxardanda. Məsələn, bu bitdiyi üçün artıq 2 dənə ardıcıl bunlar oldu da. Yeni profil burada başlayır deyək ki. Və artıq ən son yaranan profilimizin artıq zonalarını çıxardıram. Bu şəkildə. Value area high buradır. Overnight'ın. POC'si buradadır. Value area low'umuz da buradadır. İndi baxın ki, nə olub? 9 satıldı burada. Burada yazaq məsələn 9.30 open. 9.30 burada açıldı. Açılan kimi nə elədi? İlk olaraq bir reaksiya atdı hara? Əvvəlki RTH seansının value area low-una. Bir fitil atdı bura. Fitil atdı və buradan reaksiya aldı aşağı yöndə. Görürsünüz. Buradan bir reaksiya aldı, getdi aşağıya, hara gəldi? Overnight'ın valına. Baxın, ən son yaranan profilimizin value area low-una gəldi. Buradan bir fade setuplarını burada axtaracağıq long üçün. Bu qırılandan sonra aşağı artıq həmin zona dəstək direnç görəvi görməyə meyilli olduğu üçün artıq təkrardan qiymət ora gələndə bir short zonamız olacaq bura bizim short araya. Breakaway işləmlərində burada arayırsınız. Baxın, valı ilk gəlişində yuxarı axtardıq, buranı qırdı, fail oldu, təkrar gəldi. Short üçün fürsətlər axtarırıq burada. Daha sonra təkrar bir dəfə də gəldi, qırdı. Görürsünüz.
Yenə bu əvvəlki gün profilindən valından bir reaksiya aldı fitillə. İçəridə qapanış verdiyi üçün, ən son overnight balansımızın içində qapanış verdiyi üçün bura bir retestə gəlir, yəni geri dönüşə gəlir. Geri dönüşə gələndə nə olur? Təkrardan longa keçir. Shortlamışdıq, aşağı getdi, təkrar gəldi, qırdı içəri, geri dönüşür. Burada məsələn long areadır artıq. Burada long fürsətimiz olacaqsa onu dəyərləndirəcəyik. Daha sonra point of controllarda tək başına trade açmış görürsünüz. Point of control gələndə nə qədər yığılma verir orada. Sonra gəlir overnight'ın, baxın, overnight'ın bu dəyər zonasının yoxlanılmamış ilk dəfə retestə gəlir şeyə, value area high-na. Ora gələn kimi artıq biz oralarda ilk retestində, ilk reaksiyasında böyük ehtimalla reaksiya aldığı üçün buradan short fürsətlər axtaracağıq. Buradan short axtaracağıq. Təkrar qayıdır balansa. Point of control nöqtələrinə yaxın olan zonalar görürsünüz nə qədər keyfiyyətsizdir. Baxın, point of control olduğu üçün qiymət oralarda gəlir. Ədalətli qiymət olduğu üçün rahat alınıb satıla biləcəyi bir zona olduğu üçün orada çox vaxt keçirir qiymət. Və bunu trade edərkən istifadə eləməyi sevmirik. Sonra təkrardan gəldi. Value area high-in altına keçdi burada. Burada bir vaxt keçəndən sonra fail olur. Məsələn, yuxarı qırılır, təkrar qayıdır balansın içinə. Balansın içinə qaydanda biz buranı artıq long area kimi istifadə edəcəyik. Buradan artıq balansın içinə geri dönüş tradeləri axtaracağıq. Təkrardan gəlir bizim short areamıza. Bura baxın. Oradan yenə bir reaksiya alır hara kimi. Baxın. Görürsünüz. Dəyər sahəsinin üst bölgələrindən short reaksiyalar gəlir. Alt bölgələrindən də long reaksiyalar, yaxud da qırılandan sonra geri çəkilməsində shortlar dəstək direnç görə, yəni güclü bir levelimiz var burada. Burada shortların hədəfi hara olur? Ən çox işləm görən yeri görürsünüz. Gəlir buralardan reaksiya alır. Balansa qayıtmaq istəyir qiymət. Və 16.00 kimi biz bu profildə çəkirik. Hı. 16.00 olan kimi artıq biz yeni bir profil təyin edirik və əvvəlki artış seansını silirik zonaları ilə birlikdə. Niyə? Çünki artıq yeni bir artış seansımız oldu, bitdi, qutardı. Və bunun zonalarını çıxardırıq. $9.30-dan hara kimi? Bir dəqiqə nə oldu? Səhv seçdim. Anchored yox, fixed range ilə çəkirik. Buradan çəkirik. Hara kimi? 16.00 kimi çəkirik. Çəkəndən sonra zonlarımızı təkrar çıxardırıq. Previous daily value area high. Previous daily point of control. Və nəyimiz var? Value area low'umuz var. Və ondan sonra 18.00 açılışını baxaq ki, necə açılıb. 18.00 burada açılıb, artıq yeni overnight, sarı overnight seansı. Nə görürük? İki profilin də tamamilə üstündə açılır. Bax görürsünüz, çox üstündə açılır, gapla açılır. Gapla açılandan sonra da elə birbaşa ya edə biləcəyi iki şey var. Ya bu dəyəri, balansı geri dönüb buranı qəbul edəcək, yaxud da artıq burayla işi qalmayıbsa gedib özünə yeni bir balans yaradacaq. Yuxarı qiymətlərdən işləm görürsə artıq deməli yuxarı bahalı qiymətlərdə trade eləməyə razıdır, alanda satanda. Və gedir artıq yuxarı qiymətlərdən
işlem görür və trendə keçir bazar burada. Və zonalarımızın heç birinə gəlmədi. Daha sonra bunlar haqqında əlavə danışacağım sonra. Yəni açılanda necə reaksiyalar gözləməlisiniz, yeni gün açılışları və s. İndi gəlin buna baxın ki, nə edib qiymət. 18-də açıldı da 18-in 9.30 kimi zonalarımızı çıxardaq. Çünki burada artıq trade eləməyə hələ ki zonamız yoxdur. Biz bu qiymət buralarda olanda trade eləmirik hələ ki. Dokuz olsa qədər baxın görürsüz. Balansı burada tərk edib getdi yuxarıda, yeni bir balans qəbul elədi. Artıq bizim yeni bir RTS profilimiz yarandığı üçün 9.30 kimi olan hərəkəti çəkirik. Bir profil, iki profil, üçüncünü artıq silirik. Və zonlarını da silirik. Aşağıda zonlarımız var və indi ən son yaranan profilində zonlarını çıxardaq. Burada bizim previous daily value area high'ımız var. Point of control nöqtəmiz var. Və value area low'umuz var. Və qiymət necə oldu? Görürük ki, qiymət 18.09 daha doğrusu. Yox, səhv çəkmişlər. Artışımız budur. Bura overnight'ımız idi. Diqqətimlə yayınıb. Bura bizim. Çünki 18-dən 9.30-a qədər olan nə idi bizim? Overnight vaxtımızdır. Bu bizim overnight point of control nöqtəmizdir. Bu da bizim overnight value area low'umuzdur. İndi düz olamız. Hazırda baxın 9.30 açılışı yazaq bura. .9.30 açılır deyək ki, sizin bu cari seansınızda hələ ki ekrandasınız buralarda. Ən son iki ardıcıl profildə zonları çıxartmaq üçün istifadə edirik. Zonlarımız bu şəkildədir. Ən son balansı qiymət tərk eləmişdi. Yuxarıda yeni bir balans yaratmışdı. Və baxaq görə indi nə edəcək bu zonlarda reaksiyasına. Qiymət balansın içində daxilində, yəni baxın bu balansın daxilində açılış verir. 9.30-da açılır. Açılandan sonra ilk hərəkət gedir. Balansın kənarına tərəf overnight vala gedir. Gəlir bura, buradan bir aşağı bir qırılma kimi gəlir. Sonra retestə gəlir bura. Bura baxacağıq da indi biz təsdiqlər axtaranda. Və buradan bir short reaksiyası alır. Qırandan sonra retest verir və biraz short gedir kiçik, amma davamını gətirə bilmir. Təkrar burada yığılır və fail olur. Fail olandan sonra balansın içine tekrardan qayıdır və burada artıq bizim long baxacağımız bir area olur. Daha doğrusu bura. Burada məsələn ilk olaraq short versəydi, short'u da almaq olardı tək yerindən sonra. Geri qayıdışında. Bir dəqiqə. Görürsünüz bu səviyyələri qıranda, toxunanda qiymət oralardan reaksiya alır. Gəldi, gördüyü içəri, təkrar retest verdi, ora uçdu getdi yuxarı. Görürsünüz balansı hələ tərk eləmir və xüsusən də yeni bir trenddən sonra yaratdığı yeni bir qiymətdirsə, oralarda reaksiya alma ehtimalı daha yüksək olur.
Məsələn, bura gələndə bizim birinci hədəfimiz shortlamaq deyil də long üçün təsdiq axtarmaq olacaq içəridə balansın içində. Sonra təkrardan gəldi məsələn bura. Burada məsələn yenidən long area bizim long areamızdır. Niyə? Çünki qiymət adətən balansda olur. Ona görə də düşünmürük ki, yeni yaratdığı, yeni qəbul etdiyi qiyməti hələ tərk eləsin bu qədər tezliklə. Və burada gələn long təsdiqdə artıq biz trade'imizi alacağıq yuxarı istiqamətdə. Təkrardan məsələn gəlir çatması da buralardan bir reaksiya alır. Qutarıbmış gün hətta. 16'ya kimi zaten biz baxırıq. Bunları işarələyim. 16.00. Deyirəm bax bura niyə belə yığılma verir? Asiya seansıdır. Belə bu seansda bu şəkildə yekunlaşır. Yekunlaşandan sonra bir də market bağlı olur 18.00-a qədər. Yəni 17-də bağlanır əslində. RTH seansını 16.00-a kimi çəkməyimizin əsas səbəbi 16.00-dan sonra bazar bağlanır deyə çox pozisiya bağlandığı üçün sərt böyük orderlər yaranır. Bu həcmi biraz kirləndirir. Kirlədir daha doğrusu. Deməli ona görə də burada yaranan həcmi əsas işləm həcminə daxil eləmirik. Eləyənlər də var, amma eləməsəz daha təmiz bir zonlara çıxacaq. Sonra 18.00 atırıq xəttimizi. Artıq bura bizim yeni cari seansımız başlayır. 18.00. Ona görə nə edirik? Bu profildə bitdiyinə görə bunu çəkirik. Və əvvəlkini artıq silə bilərik. Zaten gəlmədi heç qiymət ora. Yeni profilimizi əvvəlki gün RTH profilimizi təyin edirik. Fixed range. Buradan 16.00'a qədər olan aralığı çəkirik və bu bizim olur yeni zonlarımız. Bura biz value area high'ımızı çəkirik. Previous daily value area low. Sonra point of control nöqtəmizi çəkirik. Previous daily point of control və burada value area high'ımız var. Previous daily value area high. Artıq zonlarımız hazır olduğuna görə saat neçə kimi biz trade edəcəyik? 18-dən 9:30-a qədər biz bu zonları trade eləyə bilərik. 9:30 hardadır? Buralarda. Gəlin baxaq gör nə olub. Qiymət 2 dənə value area low burada yaxındır bir-birinə. Örtüşməsi nə qədər eyni səviyyədə olsalar, məsafə nə qədər az olsa, o qədər güclü bir son olur və qiymət ilk dəfə gəlib value area low'dan burada bizə long fürsətləri verəcək. Long areaya qayıtdı. Yəni 2 dənə balansın ən aşağı ekstrem səviyyələri. Burada fade işləm. Yəni balansa geri dönüş işləmi baxılır. Sonra point of control-a gəlir, görürsünüz dəfələrlə reaksiya alır. Qiymətin maraqlı olduğu zonadır. Amma dəyərin yuxarı sahəsinə gedə bilmir qiymət. Point of controldan bir qırılım gəlir artıq. Burada vaxt keçirdikdən sonra bir dəyər zonlarının xaricinə qırılım gəlir. Overnight'ın valına isə ilk dəfə retest edir. Burada az qalmışdı, amma burada retest edir ilk dəfə. Burada bir short yox, long fürsəti axtarırıq ilk öncə. Long versə longluyuruq. Burada gəlir ki, qırıldı aşağıya. Qırılandan sonra nə edirik? Təkrardan gəlib toxunanda artıq oradan shortlar axtarırıq, görürsünüz. Çünki böyük bir qırılmadan sonra, uzun məsafədən sonra ilk dönüşündə short axtarmaq daha məntiqlidir. Short deyək ki, buradan short götürdü. Sonra görürsünüz ki, artıq qiymət daha da aşağılara getmir. Təkrardan qayıdır balansın daxilinə. Balansın daxilinə keçid etdikdən sonra retestlərindən artıq long fürsətlər axtara bilərsiniz. Artıq buralarda seansımız bitir. Seansımız bitdikdən sonra artıq cash session açılır. 9:30.
9 açıldığına görə artıq deməli son overnight-da yekunlaşdı. Ona görə əvvəlki overnight-ı silirik. Zonlarını silirik. Yeni bir overnight profili çəkirik. Buradan 9.30'a kimi. Zonlarımızı çıxartdıqdan sonra Baxa görə 9 açılışından sonra qiymət nə edibdi? 16.00-a qədər. 16-ya da xətt atın. Baxırıq görürük ki 9 açıldı. Harda açılıb? Görək harda açılıb. Burada açılır. Balansların daxilində qiymət açılır. Balansın daxilində açılanda nə edir qiymət? Bax, point of control var deyə burada. Görürsünüz. Bir yığılma görürük burada. Yəni qarışıq hərəkət, kirli bir hərəkət görürük. Və overnight-ın vaxtı da biraz öz retest vermək istəyir, amma yenə də point of control-da olsun, güclü bir hərəkət görə bilmirik. Sonra ən son overnight-ın point of control nöqtəsinə gəlir qiymət. Buradan bir reaksiya alır, düşür aşağı və nə edir? Previous daily ən son yox, ən son yox. Hələ ən son cash session'ımızın zonasına gəlir. Yəni bu cash session'ın zonaları overnight-dan daha çox reaksiya almağa meyillidir. Niyə? Çünki burada ABŞ bazarlarında işlem görülür deyə buranın həcmi həmişə daha yüksək olur. Və yeni bir cash session'da təkrardan həmin iştirakçıların almaq və satmaq istədiyi zonlar olduğu üçün reaksiya vermə ehtimalı daha yüksəkdir. Və gəlir orada long sonamıza baxın, burada val fade işləmləri axtaracağıq burada. Sonra artıq gəlir balansın yuxarısına qədər gedir. Burada görürsünüz. Overnight-ın artıq bu hissəsində görürəm ki gün başlayanda çoxlu yuxarı aşağı getdiyi üçün mən həmin bölgələrdə güclü bir reaksiya görmürəm. Mən istəyirəm ki, məsələn bir zonada trade edəcəmsə, həmin zonaya qiymət hörmət eləsin. Gəlsin heç olsa qırsa belə, qırmamışdan qabaq retest versin, sonra qırsın. Bilim ki, həmin zona hələ də aktivdir. Belə qarışıq olanda içində həmin zonanın artıq oradan çox da trade eləməyin sizdə. Deməli, burada gəlir previous daily value area high-a. Baxın, toxunur. Toxunandan sonra burada short axtarırsınızsa ya short gedəcək, yaxud da ki görürsünüz burada fail olur, qırıb yuxarıya. Və qiymət artıq gedib özünə yeni bir dəyər yaradıbdır yuxarıda. Yəni zonların məntiqi bu şəkildədir. Gəlin çəkək görək necə olacaq. Burada da gördüyünüz kimi value area high-ın üstündən short reaksiyalar gəlib. Amma məsafə böyük olduğu üçün heç value area low-a gəlməyibdir. Və belə hallarda nəyə fikir verməlisiniz? İndi bunlar irəli dərslərdə, ipucu dərslərdə danışacağım. Belə böyük hallarda dəyərin ən son
harda toplandığına baxacağıq. Məsələn belə bütün profili trade eləmirsiniz. Yəni bu value area low dediyi deyə bura gəlmək məcburiyyətində deyil. Yəni gözlə baxasınız siz. Yəni burada görürük ki, açıq şəkildə bu trenddən sonra ilk qəbul etdiyi yer burada bu hissə. Bu hissəni məsələn trade edəsiniz yüksəklərində və alçaqlarında. Və qiymət böyük ehtimalla ki, oralardan reaksiya alacaq. Belə, yəni məntiqləri bu şəkildədir. İndi tam olaraq trade ala bilməyəsiniz hərdə. Sadəcə olaraq zonların işləmə məntiqini biraz da olsa öyrəndiniz bu dərsdə. Və profillərin çəkilmə ardıcıllığını da tam dəqiq gördünüz. Bir də ki, bu suallar gəlir. Hər şey sileyim. Həftənin başlanğıcından bu fix range volume profilə FRVP-ni bu şəkildə tutub belə apara bilmirsiniz çoxunuz. Bunu notebookdasınızsa notebookun sensoru ilə belə sürüşdürə bilərsiniz. Sağa doğru, yaxud da ki, yenə bilərsiniz. Baxın, bu seçili olduğu halda gəlirəm, burada go to deyirəm. Go to deyəndən sonra getmək istədiyim tarixi saatı yazıram. Burada go to deyəndə atır məni ora. Yaxud da ki, shiftə basılı saxlayırsınız, shiftə. Basılı saxlayandan sonra mouse'un roliki var. Onu fırladanda, yuxarıya doğru fırladanda sağa doğru aparır yəni ekranı. Yaxud da aşağı doğru fırladanda sola doğru gedə bilərsiniz bu şəkildə. Belə uşaqlar, növbət dərsdə görüşənədək.